Salam uşaqlar, gəlin bugün dim topluda olan mexanizmin faydalı iş əmsalı mövzusunun suallarına baxaq. Başlayaq birinci sualımızdan. Nə deyir bizim üçün? Deyir ki, faydalı işin sadə mexanizmin tam işinin asılı qrafiki verilmişdir. Alfa bucağının tangensi nəyə bərabərdir? İndi biz demişdik ki, tangens nə idi uşaqlar? Ordinat oxunun absis oxuna nisbətini xarakterizə edən kəmiyyətimizdir. İndi ordinat oxunun yerində nə dayanıb? Faydalı iş dayanıb, gətirib yazırıq. A faydalı. Daha sonra baxırıq ki, x oxunun yerində nə dayanıb, yəni absis oxunun yerində nə dayanıb? Gördüyünüz kimi artıq tam iş dayanıb. Onu da gətirib yazdıq A tam. Faydalının da tama nisbəti əlbəttə ki, bizə nəyi verir uşaqlar? Faydalı iş əmsalını. Yəni cavabımız nə olacaq? B variantı. İndi gəlin keçək ikinci sualımıza baxaq. İkinci sualda nə deyir bizim üçün? Diaqramda hansı nöqtə mexanizmin faydalı işinin ən böyük qiymətinə uyğundur? Deməli, eta bərabərdir faydalı iş əmsalının düsturunu dərhal yazaq. Çünki qrafikdə görürəm ki, bir faydalı iş əmsalını verib, bir də tam işini. Bunların da birgə iştirak etdiyi düstur nə idi? Eta bərabərdir A faydalı bölünsün, A tam vurulsun 100%. İndi burada artıq ədədi qiymətini, yəni hesablama nüansı olmadığı üçün 100%-i nəzərə almıram. Kəmiyyətlər arasındakı münasibətə baxırıq. İndi baxırıq ki, nə istəyir bizə? Faydalı işin ən böyük qiymətini. Buradan A faydalını tapaq. A faydalının da nəyə bərabər imiş? Eta vurulsun A tama. Faydalı işin hansı qiymətini istəyir? Böyük. Onda faydalı iş əmsalının da böyük qiymətinə baxmalıyam. Tam işin də böyük qiymətinə baxmalıyam. Çünki gördüyünüz kimi faydalı iş əmsalından, həmçinin tam işdən necə aslı? Düz aslı. Biri böyük olan yerdə digərləri də böyük qiymət almalıdır. Biri kiçik olan yerdə digərləri də kiçik qiymət almalıdır. İndi hər ikisinin böyük qiymətinə baxırsınızsa, sıfırdan ən uzaq olan nöqtəni seçməliyik. Baxıram ki, 1, 2, 3, 4, 5-dən də sıfırdan ən uzaq olan hansıdır? 3-dür. Ona görə cavabımız olacaq burada nə? Əlbəttə ki, 3D variantı. Yox, əgər faydalı işin kiçik qiymətini istəsəydi, onda faydalı iş əmsalında tam işində kiçik qiymətinə baxardınız. O da hər ikisinin kiçik qiyməti sıfıra ən yaxın, yəni cavabı bir nöqtəsi qəbul edərdiniz. İndi gəlin uşaqlar, üçüncü sualımıza baxaq. Nə deyir bizə? Deyir ki, M kütləli lift sabit V sürəti ilə yuxarı qalxır. Mühərrikin faydalı iş əmsalı eta olarsa, onun gücü hansı ifadə ilə təyin olunur? Uşaqlar, mühərrik varsa, mütləq və mütləq şəkildə desə də, deməsə də güc var. Bu dəqiq məsələdir. İndi faydalı iş əmsalının ümumiyyətlə əsas düsturunu yazaq. Eta bərabər idi, dedik nədir? A faydalı bölünsün A tam vurulsun nə idi? 100% idi. Dedik ki, əgər bir cisim yuxarı aşağı hərəkət edirsə, bu zaman faydalı işin düsturu nə olacaq? MJH həmişə. Əgər yuxarı aşağı hərəkət edən sistemlərdən, cisimlərdən danışırsınızsa, təbii ki, faydalının yerinə gətirib nə qoyuram? MJH ifadəsi. İndi sözsüz ki, uşaqlar, mühərriklə bağlı bizim liftimiz var. Mühərriklə bağlı bizim maşınımız var. Dedik axı, maşın müəyyən bir hündürlüyə qaldıranda, daha doğrusu qalxanda, onu hərəkətə gətirən dartı qüvvəsidir. Mühərrikin dartı qüvvəsi idi. Sürətin çox olması, sürətin az olması deyildi. Yenə qeyd edirəm, müəyyən bir hündürlüyə əgər bizim sistemimiz, cisimimiz qalxırsa, onu həmin hündürlüyə qaldıran mühərrikin nəyi idi? Dartı qüvvəsi idi. Ona görə yenə qeyd edirəm, əlbəttə ki, mühərriklə bağlı bizim məsələlərimizdə hərəkət necə hərəkətdir? Yuxarı aşağı hərəkət. Yuxarı aşağı hərəkətlərdə də faydalı iş əmsalının düsturu nədir? MJH. Gətirib yazdıq. MJH tam iş NT-də ola bilər, FS-də ola bilər, FL-də ola bilər, FH-da ola bilər. Ümumiyyətlə, L, S, H, bunlar hamısı uşaqlar eyni mənaya, eyni mənanı kəsb edən kəmiyyətlərdir. Çünki L nə olacaq? Mail müstəvidə bizim qət etdiyimiz məsafəni xarakterizə edən kəmiyyətimiz olacaq. H, yuxarı aşağı hərəkətlərdə qət etdiyimiz məsafə yer dəyişmədir. S, üfüqi müstəvidə hərəkət zamanı qət etdiyimiz məsafə yer dəyişmədir. İndi, yəni bunlar hamısı üçü təbii ki, nəyi bildirir? Məsafəni, yer dəyişməni, FL, FS, FH heç bir fərqi yoxdur. Sadəcə, bəli, baxdığımız artıq səthdən, müstəvidən asılı olaraq həmin kəmiyyətlərin şərti işarəsi dəyişir. İndi burada yaxşı, gücün hansı, daha doğrusu tam işin hansı düsturdan istifadə edəcəm? Məsələnin şərti nə deyir bizə? Gücü hansı ifadə ilə təyin olunur? İşin gücdən olan düsturu var idi mi? Əlbəttə ki, var idi. Yəni tam işin düsturları bax, ya FL ola bilər, ya FS ola bilər, ya FH ola bilər, ya da NT ola bilər. Bu dördündən biri olacaq. Onu da gətirib deməli, mühərrikin gücü dediyi üçün nə yazdım? NT. Bir də vurulsun 100%. İndi bütün qiymətləri bircə-bircə yerinə qoyub hesablayaq. Bax, buradan gətirib qiymətlərimizi yerinə qoyub hesablayacağım. Deməli, faydalı işi verib bizə, faydalı işini verməyib. Nə istəyir məndən? Onda gücü istəyir, gəlin yazaq.
Deməli, etanı elə olduğu kimi saxlayıb. Kütləni verib, kütləni də verməyib. J-ni də verməyib, elə olduğu kimi saxlamışam. H-ı da verməyib. Bir digər tərəfdən burada baxırıq. Eni veribmi? Eni verib. Daha doğrusu tap deyil bizə məsələnin şərtində. Bir digər tərəfdən uşaqlar baxıram ki, diqqət edirik. Burada heç H, T var, xeyr. Məsələlərin hər birinin variantında nə qeyd edib? V-ni. A-da da, B-də də, C-də də. Görsəz hamısında nə var? V var. Onda mən buradan V-yə gələ bilərəm. Əlbəttə ki, gələ bilərəm. H-ın T-yə nisbəti bizə nəyi verir? V-ni verir. Onda bu düsturu artıq necə yazdıq? MJV bölünsün N vurulsun 100% şəklində. İndi buradan rahatlıqdan artıq gəlib gücü tapa bilərəm. N bərabər olacaq onda nəyə? MJV vurulsun 100% bölünsün etaya. Baxaq görə onu da bizə hansı variantda verib? MJV vur 100 böl eta Y variantında. Deməli, elə bax, cavabımız olacaq nə? Y variantı. Bu düsturun çıxarılışı idi. Qeyd etdiyim kimi, çıxarılışıyla öyrənmək daha rahatdır ki, əzbərdən öyrənməkdənsə faydalı işin yerinə həmişə yuxarı, aşağı hərəkətlə bağlı bir nümunə varsa MJH kimi qoyacaqsınız. Tam işin də yerinə NT də ola bilər, FL də, FS də, FH da, onsuz da SHL. Bunlar eyni kəmiyyətlərdə, sadəcə müstəvidən asılı olaraq dəyişirdi. Bu kimi əvəzləmələr apararaq istənilən sistem üçün faydalı iş əmsalının düsturuna baxmaq, çıxarmaq mümkündür. İndi gəlin keçək 4-cü sualımıza baxaq. 4-cü sualda nə deyir bizə? Deyir ki, maşının mühərrikinin gücü 8 kW-dır, faydalı iş əmsalı 50%-dir. 2 dəqiqə ərzində o nə qədər yükü 30 metr hündürlüyə qaldırır. Uşaqlar, mühərrikin gücü ilə bağlı faydalı iş əmsalımızın düsturu dedik nədir? MJH bölünsün NT vurulsun nəyə? 100%. İndi gətirib bütün qiymətləri bircə yerinə qoyaq. Faydalı iş əmsalını verib bizə 50%. Kütləni verib bizə, kütləni veribdir. Baxırıq ki, xeyr, kütləni vermir. Deyir tap. J-miz 10-dur, hündürlüyümüzü verib 30 metr. Bölünsün, gücü verib 8 kW, yəni 8 vur 10 üstü müsbət 3. T-ni də verib neçə? 2 dəqiqə. Biz bilirik ki, zaman vahidi fizikada nədir? Saniyədir. 2-ni də onda 60-a vuranda eləyəcək neçə? 120. 100% də burada öz yerində qaldı. Baxın, bu 3 sıfırdan bu 3-ünü apardıq. Onda qaldı 50% bərabərdir. N vurulsun 30, bölünsün 8 vurulsun 120'ye. Bu 120'den bu 30 da getdi, qaldı burada 4. Onda buradan tapıram ki, N bərabər imiş 50 vur 8 vurulsun 4'ə. Deməli, o da təbii ki, neçə eləyəcək uşaqlar ilə? 1600 kilogram. Yəni cavabımız hansı variantda qeyd olunur bizim üçün? B variantında. Keçək baxaq indi 5-ci sualımıza. 5-ci sualda nə deyir bizim üçün? Elə eyni ifadədir. Yenə mühərrikin gücü ilə bağlı bizdən faydalı şəmsalını soruşur. Eyni düsturdur. Sadəcə burada artıq konkret olaraq deyir ki, nəyi tapacaqsan? Gücü tapacaqsan. Onda eta bərabərdir. Yenə MJH bölünsün NT vurulsun 100%. İndi gətirib qiymətləri yenə yerinə qoyaq. Deməli, faydalı şəmsalımız 40%dir. Kütləni verib 1500 kilogram. J'miz 10'dur. H-ı verib 20 metr. Daha sonra 100% burada öz yerində. Gücü sənə deyir tap. T'ni də verib neçə? 50 saniyə. İndi buradan baxırıq. Bu 50'dən bu 100'ü aparaq. Qaldı burada nə? 2. Onda deməli N vurulsun 40% bərabərdir. 1500 vurulsun 10 vur 20 vur 2. İndi gəlin hər tərəfi burada baxın, 40'da da elə deyilmi? Bu 40'dan bu 40'ı aparaq, yəni 40'a bölək. Onda N bərabər oldu 1500 vurulsun 10. Uşaqlar, bunu necə yazırıq? 15 vur 10 üstü müsbət 3. 10 üstü müsbət 3 əlbəttə ki kilonun payına düşəcək. Onda cavabımız elə nəyə bərabərdir? 15 kilovata. O da hansı variantda qeyd olunub bizim üçün? C variantındır. Keçək baxaq indi 6-cı sualımıza. 6-cı sualda nə deyir bizim üçün? Deyir ki, tərpənməz blokun köməyi ilə kütləsi 24 kiloqram olan cisim 250 Newton qüvvənin təsiri ilə bərabər sürətlə qaldırılır. Blokun faydalı şəmsalını hesablayın. Uşaqlar, tərpənməz blokda necə hərəkət edir? Əlbəttə ki, tərpənməz bloka bağlanmış cisim ya yuxarı qalxar, ya da nə edir? Əlbəttə ki, aşağı düşər. Yəni, yuxarı aşağı hərəkət edir. Axı, bayaq qeyd elədik, əgər yuxarı aşağı hərəkətlərdən söhbət gedirsə, faydalını yerinə gətirib mütləq şəkildə nə qoyuram? M, J, H. İndi bir digər tərəfdən tam işin yerinə gətirib burada nə qoyacağım uşaqlar? Əlbəttə ki, FH. Çünki qeyd elədik axı, bizim bloka bağlı məsələlərimizdə hərəkət necədir? Ya yuxarı, ya aşağı. Yuxarı aşağı hərəkətlərdə də yer dəyişməlidir H-dır. Ona görə FS, FH, FL-dən nəyi gətirdik qoyduq? FH-ı.
NT də ola bilər. NT amma yenə qeyd etdiyim kimi mühərriklə bağlı məsələlərimizdə də. Çünki mühərrik varsa desə də deməsə də biz bilirik ki, nədir? Əlbəttə ki, mühərrik gücə malikdir, gücü var. İndi deməli H-lar getdi. Bir digər tərəfdən burada sözsüz ki 100% hasilimiz də var idi. Deməli tərpənməz blok üçün faydalı iş əmsalının düsturu nəymiş? MJ bölünsün F vurulsun 100% imiş. Gətirib bütün qiymətləri yerinə qoyuq. Deməli, eta bərabərdir. Kütləni verib neçə? 24 kiloqram. J'miz neçədir? 10'dur. 100% öz yerində. Bir digər tərəfdən qüvvəni də verib neçə? 250 verib. Baxın, bu 1000 ilə bu 250 getdi. Qaldı burada 4. 24'ü də 4'ə vuranda neçə eləyəcək? Əlbəttə ki, 96%. O da hansı variantda verilib bizim üçün? C variantında. Keçək indi baxaq 7-ci sualımıza. 7-ci sualda yenə qeyd edir. Faydalı iş əmsalı 90% olan tərpənməz blokun köməyi ilə 18 kiloqram kütləli cismi bərabər sürətlə qaldırmaq üçün tətbiq olunan qüvvə. Dedik ki, tərpənməz blokdan söhbət gedirsə, faydalı iş əmsalının düsturu nə idi? MJ bölünsün F vurulsun 100%. Bütün qiymətləri yerinə qoyaq. Faydalı iş əmsalımız 90%dir. Kütləni verib mi? Verib 18 kiloqram. J'miz neçədir? 10'dur. 100%imiz də öz yerində. Qüvvəni sənə deyir, onsuz da tap. Deməli, uşaqlar, gəlin buradan hər tərəfi ilə biz gətirib 90'a böləkdə. Deməli, 90'a böləndə burada qalacaq nə? Təbii ki, 2. Onda deməli, F bərabərdir 200'ə. O da hansı variantda verilib bizim üçün? Y variantında. Çünki 2'ni də 100%'ə vuranda təbii ki, neçə elədi? 200 elədim. Daha sonra tənasübdən irəlilədik. İndi gəlin baxın, neçənci sualımız gəlir? 8-ci sualımız. 8-ci sualda uşaqlar artıq tərpənən blok deyir. Tərpənməzlə tərpənənin fərqi nə idi? Dedik ki, tərpənən yeganə sadə mexanizmdir ki, qüvvədə 2 dəfə qazanc əldə edir. Əgər yəni mən tərpənməz üçün MJ bölünsün F vur 100% yazdıqsa, tərpənən 2 dəfə qazanc əldə edirsə, nə yazırıq? MJ bölünsün 2F vurulsun nə? 100%. İndi gətirib bütün qiymətləri yenə yerinə qoyub hesablayaq. Kütləni verib neçə? 60 kiloqram. J'miz 10'dur. 100% öz yerində. Bir digər tərəfdə 2, qüvvəmiz də 500. Deməli, bu 1000 ilə bu 500'ümüz hətta 1000 ilə ixtisar getdi uşaqlar. 2'ni 500'ə vuranda 1000, 10'u da 100'ə vuranda 1000 getdi. Qaldı onda ilə bizim faydalı iş əmsalımız nəyə bərabər? 60%'ə bərabər. Onu da hansı variantda qeyd edib bizim üçün? A variantında. İndi gəlin keçək sonuncu və 9-cu sualımıza baxaq. 9-cu sualda yenə tərpənən blokla bağlı faydalı iş əmsalından danışır. Düsturumuzu yazaq. Eta bərabərdir. MJ bölünsün 2F vurulsun 100%. İndi qiymətləri də gətirib yerinə qoyaq bir-bir. Deməli, eta bərabərdir. Etanı daşı vermişdi 60%. 60% bərabərdir. Kütləni verib 60 kiloqram. J'miz 10'dur. 100% öz yerində. Bir digər tərəfdən bölünsün 2. F ilə naməlumdur tap deyir. Hər tərəfi 60 aparırım. Qaldı onda 2F bərabərdir nəyə? 1000'ə. Onda buradan da tapıraq ki, F'miz nəyə bərabər imiş? 500 Newton'a, yəni cavabımız olacaq nə uşaqlar? A variantı. Bu da bizim faydalı iş əmsalı ilə bağlı bölməmizin sualları idi. Suallarının daha doğrusu izahı idi.